Dünyada pul əvəzinə işləniləcək elementlərin içində niyə uranı yox, qızılı seçdik? Elementlərin dövrü cədvəlində dünyadakı bütün elementlərdən əmələ gələn 100-dən çox element yerləşir. Bu, əlifbadakı 32 hərfin bütün sözləri əmələ gətirməsinə oxşayır. Cədvələ baxıb işimizə yaramayan bütün elementləri çıxaraq. Sağ tərəfə baxdıqda yaxşı namizədlərin olduğunu görürük. Amma burada ən böyük əngəl hamısının qaz olmasıdır. Alt sırada radioaktiv bir çox element var. Bunları da çıxarırıq. Sol tərəfə baxdıqda maqnezium, litium kimi elementləri görürük. Bunların hamısı reaktiv elementlərdir. Yəni, loru dildə desək, partlamaya meyillidirlər. Bir çox element partlamaya meyillidir, paslana bilir və ya pulunuzu istənməyən şeyə çevirə bilir. Buna görə də bir çox elementi də siyahıdan silirik. Geriyə bir neçə element qalır. Rhenium və iridium o qədər nadir tapılır ki, pul əvəzinə işlədilə bilməz. Platin var, platin ola bilər, amma keçmiş çağlarda bu element bilinmirdi və onu işlətmək üçün həddən artıq istilik lazımdır. Geriyə gümüş və qızıl qalır. Gümüş pul olaraq işlədilib, amma hər yerdən o qədər çox tapılır ki, onu bıçaq, qaşıq hazırlamaq üçün də işlədilir. Geriyə sadəcə bir tək element qalır, o da qızıl.